Salam, necəsiz? Bugün dərs videosundan qarşınızdayım. Saatı göstərdim sizə, saat neçədir? Saat 01:52-dir. Sorsanız ki, Aytaç, niyə bu qədər gec başlamısan? Çünki dərs oxumaq istəmirdim, həvəsim yox idi. Bugün 6-cı gündür, daha doğrusu artıq bazar gününə keçid elədik və mən 5-ci gün evə gələndə heç nə oxumadım, heç nə eləmədim. Çünki bütün həftə yorğun idim deyə, heç olmasa dedim bir gün istirahət eləyim. Yəni bəlkə də oxumalıydım o sözsüz, amma bacarmadım, belə deyim. Və məndə belə bir şey deyim, həftə içi dərs oxuyuram deyə 6 bazar çox böyük bir tənbəllik canıma gəlir. Dərs oxumaq istəmirəm, deyirəm əşi, sonra oxuyaram, vaxt gəlir, birazdan oxuyaram, 1 saat sonra oxuyaram. Bir də görürəm gün bitdi. Evə gələn kimi biraz istirahət elədim. Yəni yemək yedim daha doğrusu. Sonra da getdim yatdım və oyandım ki, saat 1-ə qalır. İndi başlayacağım dərsə. Biraz TikTok'da gezdim. Biraz düşündüm ki, bəlkə oxumuyum, bəlkə sonra oxuyaram. Amma dedim, Aytaç, başlamalısan, oxumalısan. Çünki bugün qrupda sizə söz vermişdim ki, gecə dərs oxuyacağım, eyni zamanda video çəkəcəm. Ona görə də bugün dərs oxuyacağım və videosunu da sizin üçün hazırlayacağım. Bugünkü dərslərimiz ümumi tarixlə riyaziyyatdır. Ümumi tarixdən baxacağım mövzuya ki, o mənim olduğum mövzu çıxarılıbmı yoxsa yox. Çünki siz keçən dediniz ki, Oğuz çıxarılıb, ondan sonra gələn 2 dənə mövzu var. Yəni bir dərsin içində həm Oğuzdur, digər dövlətlər var. Görüm o dövlətlər də çıxarılıb, yoxsa sadəcə Oğuz çıxarılıb, digərləri var. Onları öyrənməliyəm. Bir dənə onda cədvələ baxacağım. Bir də riyaziyyat işləyəcəm. Riyaziyyatdan İşləmirəm, yəni nə yalan deyim ki, çox az işləyirəm və çox da geridəyəm. Bunun öhdəsinə gəlməyə çalışacağım bugün və sabah da bazar günündə ümumi tarixlə riyaziyyatdır məndə. Çalışacağım ikisinin də üstünə düşüm. Sabah bazar günüdür, ona görə də şükür ki, ən azından yata biləcəm. Yəni bəlli bir saata qədər oxuyacağım, sonra da gəlib yatacağam. Belə olurdu ki, məsələn oxuyurdum, sonra bir 20 dəqiqə, yarım saat yatıb durub hazırlaşıb işə gedirdim. Bugün amma rahat olacağım. Düz yenə səhər tezdən uyanıram. Yəni 9-da uyanıram. Çünki bazar günlərdə evdən işləyirəm deyə bir fərqi yoxdur. Sadəcə yenə də biri var ki, saat neçədə daha tez durasan. Yəni saat 7-yə işləmişdən, 6-ya işləmişdən durasan. Bir də var ki, normal şəkildə, yəni yatırsam 9-da, 9 işləmiş oyanacağım belə. Yəni biraz da olsun istirahət eləmiş olacağam. Gün ərzində yuxum da gəlsə bir yarım saatlıq belə yata biləcəm. Amma indi gəlin bir cədvəl quraq ki, bugün də oxumalıyam. Aha, Oğuz, Qaraxanlı, bir də Qəznəlilər. Dedik ki, Oğuz çıxarılıb. İndi Qaraxanlı və Qəznəlilərə baxacağım ki, görüm o da çıxarılıb yoxsa yox. Əsə çıxarılsa çox yaxşı olar. Növbəti mövzuya keçmiş olaraq. Növbəti mövzudakı ərəblər ərəb xilafətidir. Yəni ümumi tarixdəki ərəb xilafəti Azərbaycan tarixindəkindən bir qədər fərqlənir və məncə daha maraqlıdır. Çünki burada peyğəmbərdir, peyğəmbərin həyatıdır. Bu kimi şeylər var. Biz bunu filmlərdən öyrənmişik, görmüşük. Düzdür, burada yenə Əməvilər sülaləsinin hakimiyyəti var. Amma çox azdır. Abbasilər, Əməvilər çox azdır. Əsasən burada peyğəmbərin həyatını önem verilir. Yəni, məncə ümumi tarixdəki daha maraqlıdır. Bu arada gəlib planşetdə PDF-lər var da, onların hamısını sərgiyə salım. Ədəbiyyat PDF-lərini bir yerə yığım, riyaziyyat PDF-lərini bir yerə yığım. Çünki o qədər qarışıqdır bir-birinə, ərinirəm, az tənbəllik edirəm ki, kimdə onları yığım. Hamısını bir yerə atmışam. Ona görə qarışıqdır. Sistemli şəkildə yığsam daha sonra mövzuları bitirəndən sonra o sınaqlar var, testlər var, onları daha yaxşı işləyə bilərəm. Ən azından hansısa itib batmaz, rahatlığını taparam. Deməli, mən səhifəni açdım, Azərbaycan bölməsinə daxil olum. Not proqramında açacağım indi. Gələk ümumi tarix bölməsinə. Aha, deməli, orta əsrlər dövrü ərəb xilafəti Qaraxanlı və Qəznəli var imiş. Yəni Qaraxanlı ilə Qəznəlini öyrənəcəm. Sonra ərəb xilafəti gələcək. Yəni bir dənə Oğuz yoxdur, Oğuz çıxarılıb. Heç nə eyb yox. Birinci gəlin onda biz cədvəlimizi quraq ki, nələr eləyəcəyik. Növbəti günlərdə, məsələn, evdə olanda, əsasən də bu 21 günlük məziyyət dönəmində bir challenge kimi başladacağım. Məsələn, deyilib marafon. Məsələn, marafonda belə bir şey eləyəcəm. Bugün atıram, 300 test istəyəcəm. Yəni, səhərsi gün daha da artıracağım. Elə ki, hər gün rekordumu təzələyəcəm. Bugün ayın 5-idir, amma biz dünən tarixini yazırıq yenə həmişə olduğu kimi. 4 iyul. Ümumi tarixdən Qaraxanlı, bir də Qəznəli. Təbii ki, bunların izahına baxacağım, bir də not alacağım. Qeydləri sizə göstərəcəm. Sonra bunların testini işləmək istəyirəm, test. Daha sonra riyaziyyatdan test.
Deməli, bugün 4 il bizim eləyəcəklərimiz Qaraxanlı Qəznəlinin izahına baxıb onların qeydlərini çıxarmaqdır, bu mövzuları öyrənməkdir və testlərini işləməkdir. Bir də riyaziyyatdan test işləməkdir. Saatımız indi 2-dir. İndi başlayacağım, inşallah bacardığım qədər. Məncə Qaraxanlı Qəznəli uzun mövzular deyil. Amma yenə də bir yerdə baxaq görək nə qədərdir. Burada oğuz çıxarılıb heç oxumuruq. Qaraxanlı buradan başlayır. Bura qədərdir. Sonra Qəznəlilər də buradan başlayır. Açılsa göstərəcəm. Bura qədərdir. Burada artıq ümumi xronologiyadır və yaxud oxşar cədvəllərdir. Bunlar qeyd olunub. Bugün bizim yanımızda başqa bir fincan var. Sevmədiyim, az çay tutan fincanlardan biridir. Amma bunu götürdüm bugün. Biraz fərqli olsun, biraz fərqli olsun istedim. İndi çayım da yanımdadır. Siz də çaylarınızı süzün, kofenizi süzün. Gəlin birlikdə başlayaq. Bu arada taymeri qoşacağım, taymerini oxuyacağım. Günün sonunda nə qədər dərs oxudum, düzdür. Vaxtımız az, nə qədər çox oxuya biləcəyik ki, amma nə qədər vaxtı doğrudan dərs oxudum, onu qeyd edəcəm. Hansı vaxta ki, dərs oxumayacağım, necə başım qarışacaq, çay üstəcəm, taymeri dayandıracağım. Bu niyə öz-özünə başladı? Bismillahirrahmanirrahim. Ekranı buranda olurmuş. Deməli, bir tərəfdən yazaq Qaraxanlı. Qaraxanlı dövləti yaranacaq 840-da. Qaraxanlar özlərinə Alp Ərtunqanın varisləri deyirlər. Oğuz mənbələrində bunlara Əfrasiyanlar da deyirlər. Və paytaxtı köçürdü Qaşqara. Qaşqar oldu paytaxt. Deməli, tarix oxudum, bitirdim. Qaraxanlıları, Qəznəliləri bitirdim. Rahat dərslər idi, çətin deyildi. Ya mən uzun müddət tarix oxuyuram deyə artıq öyrəşmişəm və bəzi mövzular çətin gəlmir. Ya da ki, yəni həqiqətən də rahat mövzuları düzdür, sonradan unuduram, amma yenə də o an öyrənəndə o qədər də qəlbiz gəlmədi məndən, rahat idi. Yəni burada İslamın yayılmağı və yaxud da İslam yayılandan sonra mədəniyyət, eyni zamanda Qaraxanlı ilə Qəznəlinin biraz tarixi biraz da olsun bir-birinə bənzəyirdi. Burada ortaq şeylər vardı ki, Samanilər, Tutuplar aralarında bölüblər. Və məsəl üçün burada öyrənəndə deyəcəksiniz, belə eləyə bilərsiniz ki, məsələn, Samanilər, Tutuplar öz arasında böləndən sonra, bu hadisədən sonra, məsələn, Qəznəlilərə hara qalıb? Xorasan, Xərəzm, Sistan və Əfqanistan. Amma Qaraxanlıda nə olmuşdu? Ərazisi Balxaş gölündən, deməli, Balxaş gölündən başlayırdı, Hindukuş, bir də ki, Qaraqorum ərazisinə qədər də uzanırdı. Belə bu şəkildə ortaq öyrənə bilərsiniz əslində.
Qaraxanlı ilə Qəznəlilərin qeydlərini apardım. Burada şəklini çəkə bilərsiniz. Bu Qaraxanlı. Bu isə Qəznəlilərin qeydləridir. İndi timeri dayandıracağım çünki qısa bir ara verəcəm. Namazdan sonra yenə başlayacağım dərsə. İndiyə qədər nə eləmişəm? İndiyə qədər dərs öyrənmişəm, qeydlər aparmışam. Bir də tarixdən test işləyəcəm. İndi gedim namazdan gələndən sonra baxaq görək tarixdən nə qədər testim var. Yəni ki, mövzular hansı mövzudan qarışdırılıbmı? Əgər öyrənmədiyim hansı mövzudan qarışdırılıbsa, hələ ki işləməyəcəm. Amma əgər qarışdırılmıyorsa, ayrı verilibsə, onu işləyəcəm. Elədiyim səhvlərin də izahlarına baxacağam. Bugün metroda gedirəm. Bir qız qarşımda oturub və baxıb üzümə gülümsüyür. Bir var ki, məsələn, kimsə tanıyarsınız, tanış gəlir ya da ki, necəsə də xoşunuza nəsə gələr, gülümsəyərsiniz səmimi şəkildə. Bu elə deyil. Gülüşdə siz nə var? Yəni məsələn, baxın belə edirdim. Baxırdı üzümə. Sonra bir yer baxın. Sonra biraz keçirdi yenə ki, sanki gülmək istəyir, özünü tutur da. Mən deyirəm ki, yolda görəsən gələndə nəsə üzümdə nəsə olubmu? Mən bəlkə nəsə harası vurmuşam, üzüm qara olub ya da ki, nəsə bir cücü, böcək zad üzümə düşüb, ya külək saçıma vurub, nəsə pis görsəm, gülməli görünürəm də. Telefonu götürüb baxmaq istəmirəm ki, deyəcək ki, həmən baxdım, bu özüm pis elədi, nəsə çox da belə özümü şey yaparım, yəni ki, bacardığım qədər soyuqqanlı olmağa çalışırım. Mən də elə şeydən çox narahat olan biriyəm də. Yanında başqa bir qız oturub, qız çox gözəl qızdır. Geyimi, keçimi, yəni öz stili var da, həqiqətən gözəl qız idi. Dedim, qoy mən buna baxım. O qız mənim üzümə baxıb gülsə, nəsə o da belə bir reaksiya versə, deməli üzümə nəsə var da, yəni nəsə gülməli, anormal bir şey var. Nəsə qızın üzünə baxdım. Qız bizi deyərdi, götürüb telefon üzünə baxdı. O da elə bildi ki, onda nəsə var deyə mən ona baxıram. Bu arada həqiqətən çox qəşəng qız idi. Qarşısına çıxsa, əgər ona pis etmişimsə üzrü saysın. Amma yəni başqa çarəm yox idi. O da elə bildi ki, mən ona pis baxıram ki, yəni nəsə pis bir şey var da bunda. O qız həm yəni o mənə əvvəlcədən gülümsəyən qız, həm mənim, həm də o qızın gününü, səhərini qara eləmişdi səhər tezdən. Özümü də pis elədim. Hətta onu qatardan düşəndə belə mən biraz çox beynimə salan biriyəm də. Hələ də onu düşünürdüm ki, qız səhər başa düşdü. Nə baxıb, nə elə gülürsən? Yəni gülə, pis mənə demirəm, amma nə bilməyəm, biraz qəribə gülürdü. Özümü çox narahat hiss elədim. Onu görməyib qatardan, metrodan zəhləm gedir. Tez çatırsan, düzdür, hər yerə tez çatırsan. Amma o insanlar ki, qarşı-qarşı otururlar belə, məcbur baxırlar bir-birlərinə. Ayağına baxırsan. Burada Qaraxanlı ilə Qəznəli eyni testdə verilir. 56 dənə sualdır, məncə yaxşıdır. Ayrı-ayrı verib daqiqə bezilmirlər, bir yerdə veriblər. İndi bu testi işləyəcəm. Səhvlərim çıxsa sabah baxacağım izahlarına, sonra da keçəcəm riyaziyyata. Başlayaq. Tarixdən testi bitirdim. Əslində həm yaxşı test idi, həm də adam əsəb verirdi. Nəyə görə? Çünki siz bu testi işləmək üçün əvvəlki mövzuları yaxşı bilməliydiniz. Məsələn, rəvvadilər, şəddadilər, sacilər, saladilər. Yəni bundan suallar var idi. Eyni zamanda Hunlardan, Göytürklərdən, Atabəylərdən, Səlcuqlardan da sual var idi. Necə yəni qarışdırmışdılar. Məsələn, Qəznəlilərin mövcud olduğu dövrə aiddir, Qaraxanlıların mövcud olduğu dövrə aiddir. Ona görə də biraz əvvəlki mövzuları da yaxşı bilməliydiniz. Adamı qıcıq edirdi ki, əvvəlki mövzuları unutmusansa yaza bilmirsən. Həm də ki, bir tərəfdən yaxşıdır ki, sən bu testlər sayəsində əslində əvvəlki mövzuları təkrar eləyirsən. Ona görə də həm xoşladım, həm də biraz ürəyim sıxılırdı. Bu arada indi riyaziyyata keçəcəm. Bacardığım qədər riyaziyyat işləyəcəm. Qalanını da onsuz da bazar günü dediyim kimi evdə olduğuma görə çalışacağım ki, bazar gününü verimli keçirdim, məhsuldar olsun. Məsələn, tarixdən testlərin izahlarına baxacağam.
ki, harda səhv eləmişəm və yaxud da nələrə diqqət yetirməliyəm. Eyni zamanda riyaziyyatdan da istədiyim qədər tez işləyə biləcəm. Amma yəni həmişə bazar günü belə eləyirəm, belə düşünürəm, amma ayılıb görürəm ki, axşam olub və mən heç nə oxumamışam. Amma mütləq bu bazarı mən doğrudan dəyərləndirəcəm. Dəyərləndirmək istəyirəm ki, yəni necə hissdir ki, səhər tezdən dərs oxursan, canın qurtarır, hətta axşama kimi yaxşı oxuyursan, canın qurtarır və axşam rahat oturursan. Bu hissi dadmaq istəyirəm artıq. Artıq gecələr oxumaqdan biraz bezmişəm. Heç olmasa bir gün həqiqətən abituriyent kimi yaşamaq istəyirəm. Riyaziyyatda işlədim, bitirdim. Şükür Allaha, canım qurtardı. İndi gedib istirahət eləyəcəm biraz ki, ən azından bazar günü yuxulu olmayım. Düzdür, yuxulu olacağım, yəni istər-istəməz yuxulu olacağım, amma heç olmasa bir neçə saat yatım ki, yəni bir neçə saat yox, amma başda yatacağım, yəni əslində əvvəlki günlərə baxanda nisbətən daha yaxşı yatacağım. 9-da işləmiş oyanacağım. Əvvəl məsələn 7-yə qalmış, 7-yə işləmiş oyanırdım. Ən azından 1-2 saat daha yaxşı olacaq mənim üçün, daha rahat olacaq, çünki yatacağım. Deməli, bugün əslində çətin gün deyildi. Sadəcə riyaziyyata baxıram, mənə qərəz gəlir, açıram, işləyirəm, izahlara baxıram, başa düşürəm. Amma o riyaziyyata qarşı ki, mənə travma qalıb, o qorxu var canımda. O kitaba yaxınlaşa bilmirəm. İstər-istəməz kitabdan uzaq düşürəm. Ona görə də riyaziyyata hər dəfə keçəndə biraz həyəcanlanıram. Həyəcan deməyim, amma ki, özümü narahat hiss edirəm biraz. Ümumiyyətlə, yəni pis gün deyildi, məhsullar günü idi. Burada sizdə bugün hansı dərslər var, siz nə elədiniz, nə oxudunuz, bunları mənə desə çox şad olaram. Bizim Telegram, WhatsApp qruplarına gələ bilərsiniz, rəylərdə onların linkini yerləşdirirəm. Eyni zamanda mənə sosial şəbəkələrdən yaza bilərsiniz ki, sizə əgər buradan daxil ola bilməsəz, linkləri göndərim, köməkli eləyim. Qruplara gəlin, həm PDF-lər paylaşılır, həm söhbət olunur, həm də ki, bir-birimizə kömək edirik. Suallarınızı ata bilərsiniz. Orada bilən adamlar sizə kömək edə bilərlər. Belə, bu qədər. Bu videoluq mən artıq gedirəm. Növbəti videolarda, vloglarda görüşmək ümidi ilə hələlik.